Salam əziz və dəyərli şagirdlər. Bu günləri kvadrat köklər mövzusunun davamını izah edək. Demək, qalmışdı 140-cı sualda. 140-cı sualdan sonra baxaq görək. Gəlir 141-ci suala baxaq. 141-də bizdən nə istəyir? Deyir, ifadə qiymətini tapın. Deməli, biz əvvəlcə 27 üstü 2-də 1-i qüvvət şəklində gətirərik. Yəni, əsası 3-ə olan qüvvətə gətirək. 27 özü 3 üstü 3 deməkdir. Üstündə 2-də 1 var. Bu eləyir 3 üstü, vuranda üstləri 2-də 3. Sonra isə bunları 3 üstü 2-də 1 vur, çıx. 3 üstü mənfi 2-də 1-ə vurmalıyıq. Əsaslarımız eyni olduğuna görə birinci 3 üstü 2-də 3-ü 3 üstü 2-də 1-ə vursaq, üstlər toplanırlar. Eyni ilə çıx 3 üstü 2-də 3-ü 3 üstü mənfi 2-də 1-ə vursaq, üstlər toplanılanda 2-də 3 artıq mənfi olduğuna görə çıx 2-də 1 olur. Bu da bizə verir 3 üstü. Deməli 2-də 3 ilə 2-də 1 toplananda 2-də 4 eləyir. 4-də 2-yə bölsə 2 eləyər. Minus 3 üstü 2-də 3-dən 2-də 1 çıxanda 2-də 2 eləyər. O da 1 eləyər. 3 üstü 1. 3 üstü 2-miz 9, çıx 3 bərabərdir 6 eləyər. Deməli, cavabımız D variantıdır. 142. 142-də əvvəla kökləri parçalamalıyıq. 50-ni parçalayarıq. Deməli, elə bir ədəd seçməliyik ki, hər üçü bölünsün. Hər üçü də 2-yə bölünəndə, deməli, birinci 2 vur 25 kimi yazırıq. Görək kökün parçalandığı ədədlərdən birindən kök çıxırsa, demək ki, düzgün seçim eləmişik. 32-də 2 vur 16 yazarıq. Kök 8-də isə 2 vur 4 yazarıq. Bundan sonra 25-dən çıxar 5, 2 qalar kökün altında. 16-dan çıxar 4, 2 qalar kökün altında. 4-dən çıxar 2, 2 qalar kökün altında. Üstündə mənfi 2. Köklər eyni olanda əvvəlcələri çıxırıq. Çıxma zamanı isə ancaq əmsalların çıxır. Yəni 5 kök 2-dən 4 kök 2-ni çıxanda 5-dən 4 çıxırıq 1, kök altında 2-miz qalır. Aşağıda isə 2, kök altında 2-miz var. Üstədə mənfi 2 var. Bölmə zamanı eyni köklər ixtisar edə bilirik. Qalır 1 bölünsün 2, üstündə mənfi 2. Bəs üstünə mənfi 2 necə həll edirik? Demişdik, burada 2 iş görməliyik. Birinci mənfini işləyirik, sonra isə kvadrata yüksəltməliyik. Ədədin üstü mənfi ədədin tərsi deməkdir. Yəni 2-də 1-in tərsi 2-dir. Sonra kvadrata yüksəldirsiniz, cavab olur 4. Demək, 142-də cavabımız olur 4. 143. Burada da yenə baxırıq ki, ədədlərin sonu 5, 0-la bitir. Demək ki, bunları 5 vur hansı ədədin hasili şəklində yazmalıyıq. 125-i 5 vur 25 kimi yazarıq. 80-i 5 vur 16 kimi. 45-i isə 5 vur 9 kimi parçalayarıq. Üstündə də mənfi 2-miz var. Bərabərdir. 25-dən çıxacaq 5. 5 kök altında, o biri 5 qalır. 16-dan çıxır 4. Yenə kök altında 5 qalır. 9-dan çıxır 3. Kök altında 5 də qalır. Üstünə mənfi 2. 5 kökdə 5-dən 4 kökdə 5 çıxanda bir dənə kökdə 5 qalar. Bölünsün 3 kökdə 5. Üstündə mənfi 2-miz var. Kök 5-lər gedər. Qalar 1 bölünsün 3. Üstündə mənfi 2. Yenə də burada 2 iş görürük. Birinci mənfini iş görürük. Sonra kvadrata yüksəldirik. 3-də 1-in üstü mənfi ədədin tərsi deməkdir. Yəni 3 kvadrata yüksəltsəm 9. Cavabımız olur 9. Keçirik 144-ə baxaq. 144-də bizdən nə istəyir? A-nı verib, B-ni verib, bunların kvadratlarının cəmini soruşur. Əvvəlcə A-nın kvadrata yüksəldək. Yəni kök 7 üstə gəl, kök 2-ni kvadrata yüksəldək. Müxtəsər Roma düsturuna görə birinci həddin kvadratı plus 2 vur birinci hədd və ikinci hədd. Yəni deyirik birinci həddin ikinci həddə hasilinin 2 misli.
Plus bir də kök 2-nin, yəni ikinci həddin kvadratı. Bu da bərabərdir bizə verək. Kvadratla kök gedər, 7 qalar. Plus 2 vurulsun, kökləri 1 vururuq. 7-ni 2-yə vursaq, kökün altında 14. Plus yenə kvadrat üzərində köklə kvadrat gedər, qalar 2. 7 ilə 2-ni topladıq, 9 plus 2 kök altında 14. Bu bizim deməli cəmindən aldığımız kvadratdır. Eyni də b-ni kvadrata yüksəltsək, həmin ifadənin çıxmasının kvadratıdır. Eyni ilə də yenə də kök 7-nin kvadratı çıx olacaq. 2 vur kök altında 7 vur kök altında 2 plus kök altında 2-nin kvadratı. Yenə 7 üstə 7 çıx, daha doğrusu 2 kök altında 14 plus 2. 7 ilə 2-ni toplasaq 9 çıx 2 kök altında 14 olar. Deməli, A-mız budur, B-miz budur. Bizdən də A kvadratı plus B kvadratını soruşur. Yəni, biz bunları toplamalıyıq. Yazırıq onda A kvadratı üstə gəl B kvadratı bərabərdir 9 üstə gəl 2 kök 14 üstə gəlinsin. Bir də aldığımız 9 çıx 2 kök altında 14. 2 kök altında 14-də gedir. 9-dan 9-u toplasaq cavabımız olur 18. 145. 145-də yenə də eynisidir. Deməli, buradan gördük ki, A kvadratını yüksəldib nəyi tapsaq, B kvadratı həmin ifadənin çıxmasıdır. Onda birini tapaq. Kök 8-in kvadratı plus 2 vurulsun. Kök 8 vur kök 3. Üstə gəl kök 3-ün kvadratı. Bu da bərabərdir. Kvadrat kök aparır 8 plus 2 vurulsun. 8-i 3-ə vurduq. Kök altında 24. Plus kök 3-ün də kvadratından kök kvadratı apardı, oldu 3. 8 ilə 3-ü toplayanda 11. Üstə gəl 2 kökdə 24. Deməli, əgər biz A kvadratını belə almışıqsa, B kvadratı da eyni ədəd olduğuna görə bunların çıxması olacaq. Və bizdən yenə A kvadratı plus B kvadratını soruşur. Yazaq A kvadratı plus B kvadratı bərabər 11 üstə gəl 2 kökdə 24 plus 11 çıxılsın 2 kökdə 24. 2 kökdə 24-lər islah olundu. Çünki biri müsbət, biri mənfi idi. Sıfırlandı. 11 ilə 11 toplayanda cavab alınır 22. 146. İfadənin qiymətini tapın. İfadənin qiymətini tapmaq üçün biz mürəkkəb kök haqqında məlumatımız olmalıdır. Mürəkkəb kök. Mürəkkəb kökün ümumiyyətlə forması kökün altında A üstə gəlinsin 2 kök altında B şəklində olur. Və biz elə bilin ki, uşaqlar, böyük kökü 2 dənə kiçik kökə parçalamalıyıq. Bunun üçün də biz elə ədədlər tapmalıyıq ki, cəmi A-nı versin, hasili isə B-ni versin. Həmin M-ni tapandan sonra ayrı-ayrı kökən plus kökən şəklində onları ayıra bilirik. Amma diqqət olunmalıdır ki, kökümün, yəni böyük kökümün dərəcəsi 2 olsun. Çünki əslində bu misal belə həll olunmalıdır. Yəni əsl qaydası budur ki, biz M ilə N tapmaqda məqsədimiz A üstə gəl 2 kök altında B-nin 2 həddinin kvadratı şəklində göstərək. Bu kvadratla kök gedəndən sonra kökən plus nə qalır? Kökən. Yəni sabah kökümüz 2 yox, 4 olsa, onu 4 ilə 2 gedəcək, böyük kökümüz yenə qalacaq. Amma kvadrat kökdə böyük kökümüz itir, sadəcə kökən plus kökən qalır. Çıx da olsa, həmin ifadədə nə olacaq? Çıxma işarəsi göstərək. Çıx da olsa, deməli, həmin ifadədə çıx yazacağım. Amma diqqət eləməliyəm ki, böyük ədəddən kiçik ədəd çıxmalıyım. Məsələn, bir nümunə göstərim. Tutaq ki, deyək, məsələn, 9
üstə gəlinsin 2, kök altında 20 deyək. Bizə deyir ki, bu kökü, mürəkkəb kökü sadələşdirməliyik. Və diqqət eləməlisiniz ki, içəridəki balaca kökün qabağında həmişə 2 durmalıdır. Çünki əsas şablona görə orada 2 olmalıdır. Yaxşı, bəs indi bizim qaydamız necədir? Elə 2 ədəd tapmalıyıq ki, cəmi 9 eləsin, hasili isə 20 eləsin. Bu hansı ədədlərdir? 4 və 5. Yəni 4 ilə 5-i vuranda 20 alınır, toplamda 9 alınır. Və dediyimiz kimi, həm o 4-5 tapandan sonra ayrı-ayrı köklərin içində birinci böyük ədəd yazırıq, sonra kiçik ədəd. Bu da bizə verir kök 5, üstə gəl, 4-dən nə çıxır? 2. Yəni bizim məqsədimiz böyük kökdən kiçik köklərə parçalanmaq idi. İndi bizim bu misalımızda 146-da həmin bu qaydadan var. O hardadır? Gəlin baxaq. Bax, bu ikinci kökümüzdə 17 plus 12 kök 2. Onu əvvəlcə yazıram. 17 plus 12 kök 2. Bəs bunu necə edirəm? Gəlin baxaq. Demək, dediyimizə görə kiçik kökün qabağında 2 durmalıydı. Burada isə 12-dir. Ona görə siz bunu, sizə 2 lazım olduğuna görə 2 vur 6 şəklində parçalayırsınız. 2-ni saxlayacağım, 6-nı isə kökün altına salacağım. Olacaq 17, üstə gəlinsin 2, kökün altında 6 içəri keçəndə kvadratla keçir. Olur 6-nın kvadratı. 6-nın kvadratı 36 edir. 2-yə də vursa olacaq 72. Və gəlirik burada özümüzə sual veririk. Hansı ədədləri toplasaq 17, hansı ədədləri vursaq 72 alarıq. Bu da 9 ilə 8-dir. Deməli, mən bu böyük kökümü kiçik köklər şəklində kök 9 plus kök 8 kimi parçalaya bilirəm. Kök 9-dan çıxır 3, 8-i də 4 vur 2 kimi parçalasaq, 4-dən çıxacaq 2, qalacaq kökün altında 2. Bu bizim böyük kökdən çıxan ifadəmizdir. Yəni, mən burada bu misalda, baxın, bu böyük kökün yerinə nə yazacağım? 3 üstə gəl, 2 kök 2 yazacağım. Qabağında da bunun çıxması var. Onda yazaq. 3 çıx 2 kök 2 vuracağım tapdığım 3 üstə gəl 2 kök 2-yə. Bu da müxtəsər vurma düsturudur. Bir dəfə çıxması, bir dəfə toplaması olarsa, buradan kvadratlar fərqi çıxır. Yəni 3-ün kvadratından çıxmalıyam 2 kökdə 2-nin kvadratını. 3-ün kvadratı 9 edər. 2-nin kvadratı 4, kök 2-nin kvadratı isə 2 edir. 9 çıx 8 bərabərdir 1 olar. 147. Burada yenə mürəkkəb kökümüz var. Artıq mürəkkəb kökümüzü görə necə eləyərik. Birini izah elədik. Yenə təkrar izah eləyək ki, daha yaxşı öyrənəsiniz. Birinci baxacağımız yer kiçik kökün qabağındakı ədədin 2 olmasıdır. Əgər 4 olubsa, demək ki, bunu 2 vur 2 kimi parçalamalıyıq. 2-nin birini saxlayacağım. Mütləq ki, 2-nin biri qalmalıdır cürdə. Digər 2-ni isə içəri salanda 2-nin kvadratı 4 edər. 4-də 5-ə vursaq 20 edər. Və gəlirik, yenə də düşünürük. Hansı 2 ədədi toplasaq 9 alarıq, vursaq 20 alarıq. Bu da 5 və 4. Böyük kökümüzü 2 kiçik kökə parçaladıq. 5 və 4. Arada çıxmasa, sizə çıxma işarəsi qoyacaqsınız. Bu da bizə verir kök 5 çıx, 4-dən də 2 çıxar. Sonra baxırıq ki, bizdə qabaqda da həmin ifadənin toplaması var. Yəni, kök 5 üstə gəl 2-ni özü vermişdi. Biz də tapmışıq kök 5 çıx 2. Bu da yenə müxtəsər vurma düsturuna görə
kök altda 5'in kvadratından çıxmalıyıq 2'nin kvadratını. Kök kvadrat aparır bir-birini. 5 çıx 4 bərabərdir 1 olur. Yəni ümumiyyətlə bu tip misal düşsə, çox işləyən uşaqlar artıq bilirlər ki, içəridəki kökdən çöldəki kökün demək olar ki, həmişə qoşması çıxır. Elə çöldə duran, yəni imtahanda vaxt getməsin deyə qapalı suallar olsa, kök 5 + 2-dirsə, elə kök 5 ilə 2-nin kvadratlar fərqini tapa bilər. Həmçinin 146-da 3 çıx 2 kök 2-dirsə, onun kvadratlar fərqini tapa bilər. Amma yenə də üsulu bilməyimiz daha yaxşıdır ki, bəzən olur ki, içəridən həmin ifadənin həm qoşması, həm də qoşmasının məsələn 2 qatı, 3 qatı da çıxa bilər. Ona görə ən gözəl variant elə qaydasını öyrənin. Çox işləyin ki, sürətlənəsiz. Yəni əsas odur ki, sürətiniz artsın. Yəni bir misalın yolunu bilmək olar, amma imtahan vaxtı onu çatdırmaq da önəmlidir ki, yəni gərək sürətiniz yaxşı olsun. 148. 5 kökdə 2 bu ifadəsini, deməli, qiymətini tapın deyir. 5 kökdə 2, deməli, bu müxtəsər vurma düsturuna görə açsaq, birinci həddin kvadratı çıx 2 vurulsun birinci hədd vurulsun ikinci hədd plus bir də ikinci həddin kvadratı. Yəni bizim düsturumuz var idi, hansı ki a kvadratı, deməli a çıx b-nin kvadrat düsturunu xatırlayaq. A kvadratı çıx 2ab plus b kvadrat. Bu düsturu tətbiq edirik əvvəlcə. Deməli, kvadratı necə yüksəldirik? 5'in kvadratı 25, kök 2'nin kvadratı kökü kvadrat apardığına görə, kvadrat kök apardığına görə 2'yə vururuq sadəcə. Çıx. Sonra burada köksüzləri 1 vururuq. Yəni 2'ni, 5'i, 2'ni 1 vururuq. 2'ni 5'ə vursaq 10, 10'u 2'yə vursaq 20. Kökün altında köklülər də 1 vururuq. Yəni 2'ni də 3'ə vuranda kök altında 6 edir. Plus bir də burada 2'nin kvadratı 4. Kvadrat kök apardığına görə vururuq 3'ə. Bərabərdir. 25'i 2'yə vurduq 50. Çıx 20 kök altında 6 plus 12. 50 ilə 12'ni toplasaq 62 çıx 20 kök altında 6. Və üstə gəlinsin. Davamını yazırıq. Üstə gəlinsin. Burada yazıb üstəgə 20 kök altında 6. Burada da görürük ki 20 kök altında 6'lar islah olunur. Cavabımız olur 62. 149. Y-i 7 verib bu ifadənin qiymətini tapın. Əvvəla bu ifadəni sadələşdirək, ondan sonra qiymətini taparıq. Paylama qanununa görə bir dəfə y üstü 3/1-ə, bir dəfə isə y üstü -3/2-yə vurmalıyıq. Yazaq, y üstü 3/2 vur y üstü 3/1 plus yenə y üstü 3/2-ni vururuq y üstü -3/2-yə bərabərdir. Y üstü vuranda üstlər toplanılır. 3/2 ilə 3/1 toplayırıq. Plus burada da yenə toplayanda 1 olur. Topla. Nəyə toplayırıq? -3/2-ni. 3/2 ilə 3/1 toplayanda bizə verəcək məxaz eyni deyə sürətlər toplanılır. O da 1 verir. Yəni y üstü 1 plus. Burada eyni ədədlər əksi olduğuna görə toplananda yəni islah gedir, qalır y-in üstü 0. Y üstü 1 y verir. Ədədin üstü 0 isə 1 verir. Bunu tapandan sonra y bizə 7 verir. Gətirib yerinə 7 qoyuruq. 7 üstəgə 1 bərabərdir 8 edər. 150. Burada yenə paylama qanununa görə işləyirik. Yazırıq x üstü 4/3 vur x üstü 4/1 minus x üstü 4/3 vur x üstü -4/3. Vuranda üstlər toplanılır. X üstü 4/4 yəni 1 olur. Burada da yenə x üstü toplananda 0 verir.
olur x üstü 1 x çıx x üstü 0-ımızda 1 x çıx 1 alandan sonra x'in yerine 15 qoyuruq. 15 çıx 1 eləyər 14. Baxın x'in yerine 15 qoyduq. Cavabımız oldu 14. 151. İfadənin qiymətini tapın. Bu ifadənin qiymətini tapmaq üçün yenə paylama qanununa görə bir bölmək olar. Yazırıq kök 8 bölünsün 4. Bölünsün kök 2, yəni nə deməkdir? Vur 1 bölünsün kök 2 kimi yazmaq olar. Yəni, məsələn, 5-ə bölmək 5-də 1-ə vurmaqdır. 4-ə bölmək 4-də 1-ə vurmaqdır. Bu da kök 2-yə bölmək kök 2-də 1-ə bölməkdir. Yəni, əslində biz vur yazıb tərsinə çevirirdik də. Həmin, yəni qaydadır. Üstə gəl 12 bölü kök 18-i də yenə kök 2-yə bölürüksə, əslində böləndə aşağıda yazırıq. Yəni, biz bunu 1 bölünsün kök 2 kimi yaza bilirik. Yəni, vur yazıb tərsinə çeviririk. İndi burada nə baş verdi? Köklər eynidirsə, bunlar ixtisar eləmək olar. 8 ilə 2 geçsə, qalır kök 4. Kök 4-dən də qalacaq 2 çıxacaq. Yəni, oldu 2 bölünsün 4, buradan alınır. Plus, burada isə 12 yuxarıda qalır. Kök 18 ilə kök 2 vurulur. Vurulanda olur kök 36. Kök 36-dan da 6 çıxır. 4 ilə 2 ixtisar gedir, qalır 2-də 1. 12 ilə 6 gedir, ixtisar qalır 2. O da olur 2 tam 2-də 1. Bu da 2 tam 10-da 5 deməkdir. %152. Burada da görürük ki, deməli, yenə paylama qanunundan bir bunları bölməliyik. Kök 75 böl 10-u vururuq 1 böl kök 3-ə. Üstə gəl 6 böl kök 12-ni də vururuq 1 böl kök 3-ə. Bərabərdir. Buradan 75 ilə 3 ixtisar getsə, qalır kök 25, oradan da çıxar 5 bölünsün 10 plus. Burada isə 12-ni 3-ə vursaq, eləyər kök 36, oradan da çıxar 6. Yuxarıda da 6-nı 1-ə vursaq 6, aşağıda da 6. 5 ilə 10 ixtisar getsə 2-də 1. 6 ilə də 6 getsə 1. Oldu 1 tam 2-də 1. O da eləyir 1 tam 10-da 5. 153-də ifadənin qiymətini tapın. Deməli, biz birinci burada A-ları sadələşdirməliyik olur. Əsaslar eynidir, qüvvətlər fərqlidir. Biz bilirik ki, vuranda, birinci yuxarı hissəni işləyək, vuranda üstlər toplanılır. Yəni, A üstü -3 ilə topla -8-i toplamalıyıq. Toplayanda -3, müsbətlə mənfi bir-birinə dəyir, mənfi verir. Yəni, bir müsbət, bir mənfi bizə mənfi verir. Olur çıx 8. Bu da verir bizə A üstü -11. Çünki işarə eyni olanda işarə qalır, özləri toplanır. Bunu bölməliyik A üstü -9-a. Böləndə isə üstlər çıxılır. Yəni, -11-dən çıxmalıyam, -9-u. Bu mənfi ilə -9-u plus verir. Olur A üstü -11 plus 9. O da bizə verir A üstü -11 ilə 9 toplamda mənfi böyük işarəsini yazırıq, böyükdən kiçik çıxır. A üstü -2 alınır. Və gətirib 0,5-i yerinə qoyaq. A-nı bizə 0,5 verir. Biz bunu əvvəlcə kəsir kimi göstərək. 0,5 2-də 1 deməkdir. Və gətirib burada yerinə qoyaq. Olar belə 2-də 1 üstündə -2. Yenə dediyimiz kimi üstündə mənfi görəndə 2 dəfə iş görəcəksiniz. Birinci mənfi ədədin işini görün. 2-də 1-in tərsi deməkdir. Ədədin üstü mənfi olmaq, ədədin tərsidir. 2-də 1-in tərsi, yəni 1-də 2-dir. Sonra kvadrata yüksəldin. 2-nin kvadratı 4, 1-in kvadratı 1. Cavab olur 4. 154. 154 çox qəşəng, asan misaldır. Birinci baxırsınız ki, dərəcələr eynidir. Dərəcə eynidirsə, bir kökün altına salırıq ifadəmizi. Birinci kökdən 12 üstə gəlir 4 kök 5 var. Vur arada
İkincide isə 12 çıxıq 4 kök 5 var. Və buradan görürsünüz ki, dərəcəmizi yazaq. İçəridəki ifadə müxtəsər vurma düsturuna görə bir toplama, bir çıxmasını veribsə, biz bunların kvadratlarının fərqini yazmalıyıq. 12-nin kvadratından çıxmalıyıq 4 kökdə 5-in kvadratını. 12-nin kvadratı verər bizə 144 çıx 4 kökdə 5-in kvadratını necə yüksəldirik? 4-ün kvadratı 16, kök 5-in kvadratı isə 5. O da eləyir 80. Bu da bizə verir 3 dərəcədən 64. Oradan çıxacaq 4. Yəni 64 nəyin kubudur? 4. 155. Misallar sizə biraz qəribə gələ bilər uşaqlar, yəni yeni öyrənən uşaqlar üçün. Amma inanın ki, öyrənənə kimi çətindir. Öyrənəndən sonra sizə asan gələcək. Yəni öyrənməkdən bezməyin, çəkinməyin. Mənlik deyil deyib kənara çəkilməyin. 1-2 dəfə işləyəndən sonra, baxandan sonra, təkrar baxandan sonra adam öyrənir. İnşallah ümid edirəm ki, siz də həmin o öyrənən uşaqlardan olarsınız. Öyrənən şagirdlərdən olarsınız. İndi burada baxaq, necə işləyəcək. Dərəcəmiz 2-dir, amma qüvvətimiz isə kubdur. 2 ilə 3 ixtisar getmir deyə biz qalırıq belə çətin vəziyyətdə. Ona görə baxırıq ki, bu 9 ki var, onun özünü hansı qüvvət şəklində yaza bilərik? Yaza bilərik belə. 3-ün kvadratı kimi, düzdür? 9-u özünü 3-ün kvadratı kimi yazarıq. Üstünde də kubu var. Gördüyünüz kimi. Həmin bu kvadratla bu kökün ikisi gedə bilər. Çünki heç nə yazılmırsa biz bilirik ki, dərəcəsi 2-dir. Birinci bunu sadələşdiririk. Olur 3-ün kubu. Bu da eləyir 27. Sonra yazırıq burada 27 çıx. Davam eləyək. 2 vur. İndi burada baxaq. Burada 4 ilə 2 dərəcə olan kök girəcək. Amma birinci nə iş görməliyiz uşaqlar? İşarəni təyin eləməlisiniz. Yəni 4 ki var mötərizənin üstündə. Bu içəridəki mənfi təsir ilə müsbətə çevirir ya yox, onu bilməliyik. Demək ki, qüvvətimiz cüt olanda mənfi ədədi müsbətə çevirir. Yəni içəridə işimiz düzəldir. Ondan sonra 4 ilə 2-ni ixtisar edirsiniz. Nə qalır? Kvadrat. Və 3-ün kvadratı da eləyəcək bizdə 9. 3 qaldı. Yəni burada qaldı 3-ün kvadratı 9 verir. 27-dən də çıxarıq 18-i. Cavabımız edər 9. 156. 2 vurur. Burada vurur yazılmayıb. Kökün altında 3 16-dan 1. Bəzən uşaqlar elə bilir ki, bu 2 kökün dərəcəsidir. Xeyr uşaqlar. Onsuz 2 dərəcəli kök heç vaxt yazılmır. Yazılıbsa da qabağında 2, bilinci bu artıq əmsalıdır, yəni vurmasıdır. Necə hesablanır? Baxaq. 2 vur. Əvvəlcə qarışıq kəsi düzgün olmayan kəsə çevirirsiniz. 16-nı yazırıq. 3 16-ya vururuq 48. Üzərinə də 1 gəlirik 49. Yəni düzgün olmayan kəsə çeviririk. Plus. Burada isə 5-i kvadrata yüksəldirik 25. Vurulsun. 0,8-də kvadrata yüksəldəndə kvadrat kök aparır. Qalır sadəcə 0,8. Bərabərdir. 2 vur. 49-dan 7 çıxır. 16-dan 4 çıxır. 25-i də 0,8-ə vurmaq üçün 25-i 8-ə vurarıq. Üstü kənarda vuraq. 25-i 8-ə vururuq. Alınır 200. Vergüldən sonra da bir rəqəmimiz var deyə bir rəqəm ayrı vergül qoyuruq. Və vergüldən sonraki sıfırları atırıq. Yəni edər 20. 4 ilə də 2 ixtisar getsə qalar 2. 7-ni də 2-yə bölsək 3,5 üstəgəl 20 olar. Bu da olar 23,5. Cavabımız olur 23,5. 157 də bunun tipində bir misaldır. 3 kök altında 8,1-in kvadratı çıx 20,4-də 1. Kvadrata yüksəldəndə köksüzü kvadrata yüksəldir. Yəni 3-ün kvadratı 9 edər.
Kökündən kvadrata yüksələndə isə kvadratla kök gedir, qalır 8,1 minus. Bunu düzgün olmayan kəsrə çevirsək, olacaq belə. 4-dən 20-ni 4-ə vurdıq 80, üzərinə 1 gəldik 81. Buradan da bizə çıxacaq belə 2, 81-dən sonra 9 çıxacaq. Deməli, 9-u 8,1-ə vursaq, eləyər bizdən 72,9 çıx. 9-u da 2-yə bölsək 4,5. O da bərabər eləyər 68,4. Növbəti 158-ci sual. Bu ifadənin qiymətini tapın. Əvvəla burada kök 77-ni parçalaya bilmirik. Yəni aşağıdan nəsə eləməyə çalışaq. Müxtəsər vurma düsturuna görə kök 11-in kvadratı plus 2 vur kök 11 vur kök 7 plus 7. Kök 7-nin daha doğrusu kvadratı bərabərdir. Aşağıda alınacaq 11 plus 2 kökdə 77. 11 7 alacağımıza görə plus bir də 7. Çünki kvadrat demişdik kökləri aparır. Burada da baxırıq ki 11 ilə 7-ni toplayanda alınır bizdə 18 plus 2 kökdə 77. Yuxarıda 9 plus kök 77 məsələ ki qalır. Baxırıq aşağıdan ortaq nəyi çıxarda bilərik? 18 ilə 2-dən 2-ni ortaq çıxartsaq, hər ikisi 2-yə bölünür çünki. 18-i 2-yə bölsək 9, burada qalar kök 77. Çünki 2-ni çıxartmışıq. Yuxarıda da yenə 9 plus kök 77-ni yazarıq və görürük ki, bunlar eynidir. Atarıq, qalar cavabımız 2-də 1 və yaxud da 0,5. 159. Bu ədədin tərsi ilə bu ədədin hasilini tapın. Ədədin tərsi nə deməkdir? Yəni 1 bölünsün həmin ifadə. Bu tərsi ilə y-in, yəni kök 20 üstəgəl böldün, ötəzəcək, hasilini tapın, yəni vurun bunlar. İndi biz bunları vurmaq üçün kök 20-ni parçalasaq, nə deməkdir? 4 vur 5 deməkdir. 4-dən də çıxar 2 kök 5 plus 4. Aşağıda da hələ ki kök 5 plus 2 qalır. Sonra yuxarıda baxırıq ki 2 ilə 4-dən hər ikisi 2-yə bölünür deyə. 2-ni çıxarsaq qalacaq kök 5 üstə gəl. 4-ü də 2-yə bölsək qalacaq 2. Yəni ortağa çıxardırıq. Sonra hər bir həddimizi ortaq çıxartdığımız ədədə bölürük. 4-ü də 2-yə böldük deyə 2 qaldı. Burada da kök 5 plus 2 var. Bunlar gedir. Qalır sadəcə yuxarıda 2. 160. Bu ədədin tərsi ilə yenə də 1 böl kök 5 çıx 2-dən tərsi ilə bu ədədin hasilini tapın. Yəni kök 20 çıx 4-ün. Kök 20 çıx kök 20-ni yenə deyirik 4 vur 5 kimi yazırıq. 4-dən 2 çıxır, qalır 2 kök 5 çıx 4. Buradan da 2-ni ortaq çıxarsaq kök 5 çıx 2 qalar. Aşağıda da yenə kök 5 çıx 2 var. Bunlar gedir. Qalır yenə cavabımız 2. 161. İfadənin qiymətini tapın. Burada baxırıq ki, yenə də dərəcəmiz 2-dir, amma bu 3-dür. İxtisar getmir. Ona görə 25-i qüvvət şəklində yazırıq. 5-in kvadratı kimi yazırıq. Üstündə də kub. Buradan kvadratla kökün dərəcəsi gedir, qalır 5-in kubu. Bu da bizə verir 125. Bir də digərini işləyək. 125 davam edək. Üstə gəlinsin 5 vurulsun. İndi burada 6 cüt ədəddir deyə içəridəki işarəni birinci müsbətə çevirin. Ondan sonra 6 ilə kökü ixtisar edib kub yazın. 5-i də vururuq 3-ün kubuna. Olur 125 üstə gəl. 3-ün kubu bizə verir 27. 5-ə də vursaq 135. O da eləyər 260.
162. Burada yine 5'dir. Dərəcəmiz isə 2'dir. İxtisar getmədiyinə görə yazırıq 4'ə ki 2'nin kvadratı, sonra üstünə 5 yazırıq. Deməli burada kvadratla kök gedir. Qalır 2 üstü 5. Burada bizə verir 32. Davam edək. Minus 3 vurulsun. 6 ədədə cüt olduğuna görə yenə bunu müsbətə çeviririk. Bundan sonra köklə 6'nı ixtisar edib 2'nin kubu şəklində baxırıq. 2'nin kubu. Olur 32 çıx. 2'nin kubu bizə 8 verər. 3 ilə 8 alırsa 24. 32'dən 24 çıxsa cavab eləyər 8. 163. Burada müxtəsər vurma düsturuna görə birinci həddin kvadratı üstə gəl 2 vurulsun A vur B, yəni 4 kökdə 3'ü vururuq 2'yə plus bir də B'nin kvadratı, yəni 2'nin kvadratı çıx, bir də 16 kökdə 3 var burada. 4 kökdə 3'ü kvadrata yüksəldəndə yenə 4'ün kvadratı 16 kök 3'ün kvadratı 3 plus 2 vur 4'ə 8, 8'də 2'yə vursaq 16, yanında kök 3 plus 2'nin kvadratı 4 minus bir də 16 kök 3'ümüz var. 16 kök 3'lərimiz islah olur. 16'ın 3'ə vursaq 48, 48'dən 4 toplasaq 52. Cavab edər 52. 164. Bu ifadənin qiymətini tapın. 164'də ümumiyyətlə kökün altında bir də köklü ifadənin cəmi və ya fərqini görsəz, mürəkkəb kök düsturu yadınıza düşsün. Birini həll eləsək, baxın, eyni ədədlərdir. Birini həll eləsək, digərdə həmin ifadənin bir cəmcə, bir də fərqi olacaq. Yəni, ikisi üçün də axtarmağa ehtiyac yoxdur. Birini axtaraq. 7 üstə gəl 4, kök altında 3. Dediyimiz kimi, içəridəki kökün altında, kökün qabağında 2 olmalıdır. Burada ama 4. Biz bunu 2 vur 2 kimi parçalayırıq. Yazırıq 7 üstə gəl 2'nin birini saxlayırıq çöldə. Birini isə içəri atırıq. 2 içəri gedəndə 2'nin kvadratı kimi gedir, olur 4. 4'də 3'ə vursaq 12. Və düşünürük. Hansı 2 ədədin cəmi 7 verər, hasili isə 12 verər. Təbii ki, bu da 4 ilə 3'dür. Və bizim məqsədimiz nə idi? Böyük kökü 2 kiçik kök şəklində, kök 4 və kök 3 şəklində göstərməkdir. Pluslar olduğuna görə burada plus yazırıq. 4'dən də çıxır 2 plus, burada qalır kök 3. Toplaması budursa, baxın 2 üstə gəl kök 3'dürsə, fərqi də 2 çıx kök 3'dür. Bunları toplasaq, bərabərdir. Kök 3'lər gedər, 2 ilə də 2'ni toplasaq, cavab edər 4. 165. 165'də isə paylama qanununa görə 200'ü 2'yə böləcəm, 18'i də böləcəm, 240'ı da. Hər birini kök 2'yə böləcəm. Kök altda 200'ü kök altda 2'yə bölsək, kök altda 100, üstə gəl. 18'i 2'yə bölsək, kökün altında 9, 242'ni 2'yə bölsək, 121. Demək, 100'dən çıxacaq 10, 9'dan 3, 120'dən isə 11. 10'dan 3'ü toplasaq 13, 13'dən də 11 çıxanda cavabımız olar 2. 166'da nə deyir bəs? Dərəcəyə baxırıq ki, 2 dənə böyük kökün dərəcəsi eynidirsə, bir dənə kök yazırıq 4 dərəcədən. İçəridəki ifadələri hasil şəklində bir kökün altında yazırıq. Olur 4 dərəcədən. Bu bizə hansı müxtəsər vurma düsturunu xatırladır uşaqlar? Bir çıxması, bir toplama olanda, baxın, A çıx B, A üstə gəl B. Bu hansı düsturun asılışıydı? A kvadratı çıx B kvadratı. Yəni 6'nın kvadratından çıxmalıyıq kök 20'nin kvadratı. O da bizə verir 4 dərəcə yazırıq. Yəni 6'nın kvadratı 36, kök 20'nin kvadratı isə kvadratla kök gedir, qalır sadəcə 20. 36'dan da 20 çıxanda 16. Bax, burada bir dənə
Uşaqlar nəyi səhv edir? Diqqətli olun. Kök altı 16 yazırlar və cavabı 4 yazırlar. Olmaz uşaqlar. Niyə görə olmaz? Çünki siz burada nəyi qaçırdırsınız? Axı sən 4 dərəcəli köklə gəlmişdin, düzdür? Bu 4 dərəcəni hər dəfə yazmalısan. 4 dərəcə yazanda 16 nəyin üstü 4-dür? 2-nin. Cavabımız burada 2 olmalıdır. Yəni çox uşağın elədiyi səhv odur ki, bu əziyyət çəkir, gəlir, axırda bir dənə kökün dərəcəsini yazmadığına görə misalı səhv çıxır. 167. %67-də artıq kvadratlar fərqindən görürük ki, bir dəfə toplaması, bir dəfə çıxmasıdır. Amma adi ədədlər olanda bilirsinizsə elə yazın geçsin. 11-in kvadratı 121, 9-un kvadratı 81. Burada da kökün altında 13-in kvadratı 169, 12-in kvadratı 144. Bərabərdir. Oldu kökün altında 121-dən 81 çıxsaq 40 eləyər. 169-dan 144 çıxanda kök altında 25 eləyir. Oradan da 5 çıxır. Burada 3 var. 40-ı da 5-ə bölsək, eləyər 8. 8 də nəyin kubudur? 2-nin. Cavabımız oldu 2. 168. 39-un kvadratından 36-ın kvadratını bilmədiyimizə görə burada artıq düsturu istifadə edə bilirik. Deməli, bir dəfə 39-dan 36 çıxırıq. Bir dəfə də 39-dan 36-nı toplayırıq. Yəni, müxtəsər nə deməkdir? Qısa variant. Daha rahat yolunu getmək. Burada amma bilirsiniz artıq 5-in kvadratı 25 eləyir, 4-ün kvadratı 16 eləyir. Bərabərdir. 39-dan 36 çıxanda eləyir 3. Toplayanda isə eləyir 75. Aşağıda isə 3 vur. İndi 25-dən 16 çıxanda nə eləyir? Kök altda 9. Oradan da çıxır 3. Deməli, 3-lər gedir. 75-lə də 3 gedəndə qalır 25. Kök altda 25-dən də çıxacaq bizdə 5. 169. Deməli, 169-da deyir, bu ifadənin qiymətini tapın. Baxaq. Mötərizənin üstündə kvadrat olanda bilirik ki, müxtəsər vurma düsturudur. Burada isə fikir verin uşaqlar, mənfi kvadrat, yəni mənfi 2 yazıb. Bu mənfi necə müsbətə çevirmək olar? Bir dənə burada nümunə göstərək. Məsələn, 1 böl A üstü mənfi 1-i müsbətə çevirmək üçün bunu tərsinə çevirirəm. Yəni, A üstü mənfi 1 məxrəcdə olanda hara qalxır? Surətə qalxanda bu artıq olur müsbət. Və yaxud da 1 bölünsün A üstü mənfi 2. Bu yuxarı qalxsa olacaq A üstü müsbət 2. Bir də aşağı düşəcək. Yəni, məxrəcdə mənfiyəmsə qüvvətim surətə gedəndə müsbət oluram. Surətdə mənfiyəmsə, məsələn, surətdə mənfiyəm. Aşağıda bir B yazaq. B üstü məsələn mənfi 4 yazaq. A-nı aşağı salaram, müsbət 3 yazaram. B-ni də yuxarı qaldıraram, müsbət 4 yazaram. Yəni, qüvvətin müsbət olmağını istəyirəmsə, onun yerini dəyişməliyəm. İndi bizim bu misalda da 169-da 14 üstəki 6 kök 5 yazıb surətdə. Bu məxrəcdəki ifadəni yuxarı qaldıracam, yəni yazsam belə. 3 çıx kök 5 üstündə amma müsbət kvadrat. Məxrəcdə olanda mənfi isə yuxarı qalxanda müsbət olmalıdır. İndi görək bu 3 çıx kök 5-in açılışı nə verir bizə? Deməli, necə açırdıq bunu? 3-ün kvadratı 9 çıx. 2 vurulsun 3 vurulsun kök 5 plus bir də kök 5-in kvadratı 5. Bu da bizə verir 14 çıx 2-ni 3-ə vursaq 6 kökdə 5. Yəni, onsuz da bizim 14 üstəgə 6 kök 5-imiz var idi. Bir də buradan 14 çıx 6 kök 5 aldıq. Bu da bizə müxtəsər vurma düsturuna görə kvadratların fərqidir. Yəni, 14-ün kvadratından çıxmalıyam 6 kök 5-in kvadratı. 14-ün kvadratı 196. Burada isə 6-nın kvadratı 36 edir. Kök 5-in də kvadratı 5 edir. Eləyir 196 çıx 180. O da bərabərdir 16. 170.
Bu da eynidir. 10 çıx 4 kökdə 6'dır. Vur. Aşağıdakini yenə yuxarı qaldırırıq. Müsbət kvadratını açırıq. Əvvəla bunun açılışını yazaq. 2'nin kvadratı 4 plus 2 vur 2 vur kök altı 6 plus kök altının kvadratı 6 edir. 4 ilə 6'nı toplasaq 10. 2'ni 2'yə vurduq 4 olur 4 kökdə 6. Buradan bunu aldıq. Qabaqda da 10 çıx 4 kökdə 6 var. Alınır yəni 14 çıx 4 kökdə 6 vur bir də 10 üstə gəl 4 kökdə 6 var. Bunları da vuranda olur 100 çıxılsın kvadratlar fərqinə görə 4 kökdə 6'nın kvadratı 16 vur 6. Bu da eləyər 100 çıx 96 bərabərdir 4. 171-ci sualda bu ifadənin qiymətini deyir tapın. Baxaq görə bu ifadənin qiymət tapmaq üçün nə edirik? Y-i bilirik onsuz da ki budur. Əsas bizim işimiz bunu sadələşdirməkdir. Burada uşaqlar 2 mötərizə görsəz ümumiyyətlə. Yəni biri 2 hədli, biri 3 hədli görəndə bilinci burada kubların düsturu var. Və birinci mötərizəyə baxın. Birinci mötərizə. Bu birinci mötərizədə toplama var. Yəni məsələn A üstəgəl B varsa. İkinci mötərizədə bunun nəyi olmalıydı? A kvadratı çıx AB üstəgəl B kvadrat. Bu da hansı düsturun açılışıdır? Birinci mötərizəyə uyğun A-dırsa A-nın kubu, plussa plus, B-dirsə də B-nin kubu. Bu düsturun açılışıdır. Həmin burada görürsünüz biri 2 hədlidir mötərizəmin, biri isə 3 hədlidir. Bu da ödəyir. Baxın. Birinci A durubsa, ikinci mötərizədə bunun kvadratı durub. Y kvadratının kvadratı var. Y kvadratını 2A'ya vurub 2A Y kvadratı yazıb var. Və 2A'nın kvadratı da 4A kvadratı ilə o da var. Yəni bundan sonra 2 hədli və 3 hədlinin hasilini görsəz, bilin ki bu kubların düsturudur. Və bundan sonra nəyə fikir verəcəksiniz? Yəni bir dəfəli yazmaq istəyirsinizsə, bu birinci mötərizədə olan ifadənin ayrı-ayrı kublarının cəmi. Yəni 1 olacaq. Y kvadratının kubu plussa plus 2A'nın kubu. Yəni bunların kubların cəmi düsturudur. Dediyimiz kimi buradan görünür. Və bir də minus özünün verdiyi 8A kubu var. Yəni bu iki mötərizəni birləşdirdik. Aldıq buradakı ifadəni. Bir də çıx 8A kubu da orada verilib. 8A kubu. Baxaq. Y üstü 6 eləyər. Üstə gəl 2A kubunun 2'nin kubu 8, yanında da A kubu, çıx bir də 8A kubu özü vermişdi. 8A kubları gedəndən sonra qalır Y üstü 6. İndi isə gətirib Y2 yerinə qoyuruq. Bax burada. Y2'nin yerinə mənfi 3 dərəcədən 5 qoyuruq. Üstündə də 6 var. Deməli 6 ədədi cüt ədəd olduğuna görə mənfini birinci müsbətə çevirir. Sonra 6 ilə 3'ü ixtisarləsək 2 qalar. Qalar 5'in üstündə 2. O da qalar 25. Cevabımız olur 25. Baxın, eyni sual 172'də də var. Bunu bir dəfəlik edək. Demək, 2 mötərizəmizi gördük. Biri 2 hədli, biri 3 hədli. Demək, mən bunların hər birini kuba yüksəltməliyəm. X üstü 6 minus 2'nin kubu da 8 A'nın kubu. Plus bir də özü 8A kubu verir burada. 8A kubları gedir, qalır X üstü 6. Və X'i gətirib yerinə qoyuruq. X'i də bizə verib mənfi 3 dərəcədən 10. Bunun üstündə 6 yazsaq, 6 cüt olduğuna görə mənfi işarəni müsbətə çevirir. Və 6 ilə 3 ixtisar gedir, qalır 2. Yəni sadəcə onun kvadratı qalır. O da bizə verir 100. Gəldik bu misala baxırıq. Baxırıq, görürük ki, burada elə 6'lar bizə artıq işarə verir ki, biz 24'ü 6 vur 4 kimi. 6 vur 4.
Burada yine 6 vur 4 kimi parçalayaq. 6 vur 4 kimi parçalayanda belə bir ifadə alınır. Kök 6 çıx 4-dən çıxacaq 2 kök altında 6. Aşağıda da yenə yazırıq 2 kök altında 6. Çünki 24'ü parçaladıq. Üstə gəl. Yenə kök altında 6 yazırıq. 24'ün yenə 2 kök altında 6. Böl kök altında 6. Yuxarıda kök altından 2 kök altını çıxanda, yəni bir dənəsindən ikisini çıxanda mənfi kök altında 6 alınır. Aşağıda da 2 kök altında 6 var. Plus. İkinci kəsirdə isə 1 kök altına 2 kök altını toplayanda 3 kök 6 eləyir. Aşağıda da kök 6 var. Bu kök 6'lar gedir onsuzda. Birinci kəsirdən qalır mənfi 2'də 1 plus ikinci kəsirdən 3'ü bölsə 1'ə elə 3 eləyir. Bu da eləyir, deməli, mənfi 0,5 üstə gəlinsin 3. İşarələr fərqli olanda böyüyün işarəsini yazırıq. Yəni, böyüyümüz 3'dür, ona görə müsbət olur cavab. Və böyükdən kiçik çıxır. 3'dən də 0,5 çıxanda eləyir 2,5. 174. 174 tipli misallarda necə işləyirik? Şərt daxilində kök olandır. Şərt varsa uşaqlar, qoy burada yazaq. Bir misaldakı şərt var, plus kök var. Birinci orada modul söhbəti var. Şərt var, kök var, o da modul var. Bəs modul necə yaranır? Deməli, biz onsuz da bilirik ki, burada kökün dərəcəsi ilə kvadrat ixtisar gedəcək. Burada da kökün dərəcəsi ilə kvadrat ixtisar gedəcək. Və biz demişik ki, yəni qayda var ki, cüt ədədlərin ixtisarından sonra yerdə qalan ifadə modulun içində çıxmalıdır. Yəni x çıx 13 plus yenə modulun içində x çıx 2 qalmalıdır. Bundan sonra modul çıxandan sonra birinci ağımıza gələn nə olmalıdır? Şərtdə nə verib ki, biz burada istifadə edək. Şərtdə 4 ilə 10 arasında ədəd verib. Buradan bir ədəd götürə bilərsiniz. Baxın, bərabər vardı ya, elə onun özünü götürə bilərsiniz, 4'ün özünü götürə bilərsiniz. Amma bərabər olmasaydı, onda biz onların arasından bir ədəd götürərdik. Məsələn, deyək ki, 10'u götürək. 10 götürsək, nə edirik? Gətirib yerinə qoyuruq uşaqlar. Qayda belədir ki, şifahi olaraq yerinə qoyuruq, amma mən burada yazılı göstərəcəm. 10 götürmüş. 10'dan 13 çıxanda alınır mənfi 3. Burada isə 10'dan 2 çıxanda nə alınır? 8. Qayda var ki, şifahi şəkildə yerinə qoyursan, yoxlayırsan, əgər nəticə mənfi alınırsa, yəni oradan qoyulan bir ədəd qoyanda nəticə mənfi alınırsa, biz bu içəridəki ifadənin işarəsini dəyişməliyik. Yəni, mənfidirsə, həmin ifadənin mənfisi çıxmalıdır. X çıx 13. Əgər müsbətdirsə, həmin ifadənin özü çıxmalıdır. Və bu zaman fikir verin, mənfini vuranda mənfi x üstəgə 13 olur, plus x çıx 2 olur. Burada da x-larımız islah gedir. 13'dən 2 çıxanda nə qalır? 11. Yəni, mütləqdir ki, birinci cüt ədədlərdən sonra modul çıxardaq. Verilən aralıqdan bir ədəd gətirib oraya qoyuruq, hesablayırıq şifahi şəkildə. Nəticəmiz mənfidirsə, həmin ifadənin mənfisini çıxardırıq, müsbətsə, müsbətini çıxardırıq. Və biz uşaqlara rahat olsun deyə, mənfidə ilişməsinlər deyə 2 dənə hədd olanda, yəni indiki misaldakı kimi 2 hədd olanda, çıxmalarda uşaqlara deyirik ki, uşaqlar mənfi alınırsa, elə onların yerini dəyişin. Yəni, x çıx 13 isə, nə yaza bilərdiniz? Yerini dəyişib 13 çıx x. O birisi isə müsbət alındığına görə olduğu kimi sadəcə x çıx yaza bilərsiniz. Yenə eyni nəticədir. X-lar gedir, 13'dən 2 çıxanda 11 alınır. Yəni, bu sözü də özünüzdə yadda saxlaya bilərsiniz ki, 2 hədlidirsə, mənfi nəticə alınanda yerini dəyişirəm. Belə. Çünki mənfiyə yazanda, tezən o mənfini vurub atına kimi vaxtınız gedir də imtihanda. Elə eləmək lazım ki, imtihanda bizə az vaxt geçsin. Minimum vaxtda maksimum misal işləməliyik. 175. İndi 175 necə işləyəcək? Yenə də baxın, uşaqlar şərt var və kök var. Mütləq ki, burada modul istifadə olunacaq. Burada gəlin birinci biz kökü işləyək. Sonra qabağındakı ifadəyə vurarıq.
Kökü işləmək üçün uşaqlar, deməli yazaq buradan 175. Birinci kökü yazaq ki, 1 bölünsün A plus, bunu da vurub atsaq, 4 çıx 4A bölünsün A kub. Biz birinci ortaq məxrəc gətiririk. A ilə A kubuya nə gətirərik? A-nın kubunu. Üstünün dərəcəsi böyük olanı ortaq məxrəc gətiririk. A kubunu, baxın, A-ya böləndə tamamlayıcı vuruq qalır A-nın kvadratı. A kubuna böləndə isə elə 1 qalır, yəni özüdür. İndi nə edirik? A kvadratını 1-ə vururuq. A kvadratını 1-ə vurduq, oldu A kvadrat. Plus, bu bir kəsirin sürətində isə 4 çıx 4A var. Bərabərdir. Mən indi bunu səliqəni düzsəm, yəni birinci A kvadratını yazsam, sonra çıx 4A-nı yazıram, sonra 4 yazıram. Belə yazsam daha yaxşı görsənər. Fikir verin, burada A kvadratı çıx 4A plus 4 3 hədlini biz 2 hədlinin kvadratı kimi yaza bilirik. Yəni mötərizənin üstü kvadrat kimi yaza bilərik. Bəs içəridə nə yazırdıq? İçəridə yazılası ədədimiz isə birinci və axırıncı kvadrata gələn ədədləri yazmalıyıq. Yəni A kvadratı A-nın kvadratıdır, 4 isə 2-nin kvadratıdır və bu ikisindən istifadə edirik. Digərinin isə işarəsinə baxırıq. Çıxmadısa ortadan yazırıq çıx. A çıx 2-nin kvadratı. Aşağıda isə A kubu var. A kubunda belə parçalayırıq ki, kökün dərəcəsi ki 2-dir. 2-yə uyğun A-nın kvadratı vur A kimi parçalayaq. Çünki kubdan kök çıxa bilməyəcək. Heç olmasa A-nı 2 kimi göstərək ki, 1 çıxa bilsin. Və burada keçək başqa bir rəngə. Deməli, kvadratla demişik ki, kök gedəcək. Burada da kvadratla kök gedəcək. Amma cavab nəyin içində çıxacaq? Cüt ədəddə ixtisar elədiyimə görə modulda. Yəni, yuxarıda olacaq modulda A çıx 2. Aşağıda da olacaq, hansı ki, üstündən 2-ni silmişik, modulda A. Amma o birisi A çıxa bilmir. Çünki dərəcəsi 1-dir. Yəni, 2-nə ixtisar gedə bilmir deyə. Qalır kökün altında elə A. Kökdən çıxanlar cüt ədədləri ixtisar olunduğuna görə modulda çıxır. İndi biz gedib şərtə baxırıq. Şərtdə deyir ki, A 2-dən böyükdür. 2-dən böyük bir ədəd götürək. Məsələn, 3. 3-ü qoysaq yerinə, yəni müsbət ədəd alınsa, olduğu kimi saxlayacağım. Baxaq, 3 çıx 2 necə ədəd verir? 1. Müsbət verdiyinə görə, deməli, buradan moduldan elə özü kimi çıxır. A 2-dən böyük, yəni müsbət ədəddir deyə buradan müsbət A çıxır. Vur, kök altında da A qalır. Əssalam. İndi vur, çöldəki kəsiri yazaq. Çöldəki kəsir A kvadratı bölünsün 2 çıx A-dır. Nələr ixtisar gedir? Gəlin baxaq. A ilə kvadratın A-sının biri gedir. Qalır yuxarıda bir dənə A. Aşağıda qalır kök A. Burada isə fikir verin A çıx 2-dir. Burada isə 2 çıx A-dır. Biz demişdik çıxma zamanı eyni ədədlərin fərqinin tərsini, yerlərin tərs veribsə, biz bunların özünü birini götürürük. Məsələn, A çıx 2-ni 2 çıx A formasına gətirib, yəni eyniləşdiririk, amma qabağını nə atırıq? Mənfi. Yəni çıxmada ədədlərin yerini dəyişəndə qabağa mütləq mənfi atırıq. Buradan da 2 çıx A-lar gedir. Həmin mənfi işarəni də kəsirin qabağına yazırıq. Kəsirin qabağına yazırıq. Və burada da irrasionaldan azad olunmaq bilirik ki, kök A verilibsə, eynisinə vururuq, kök A-ya vururuq. Kök A-nı kök A-ya vuranda A eləyər. A ilə A gedər, qalar sadəcə mənfi kök altında A. Cavabımız da belə çıxır. İndi isə 176-ya da baxaq görək. Deməli, bunun cavabı oldu mənfi kök altında A. Yenə burada birinci kəsi sadələşdirək. 4 bölünsün A kvadratı çıx 4 bölünsün A plus 1 verilib. Bu 1-in də altına bir dənə 1 ataq. Ortaq məxrəcə gətirək. Ortaq məxrəcimiz qüvvət böyük olan, yəni A kvadrat olacaq. A kvadratına baxın, bölsək 1 qalar. A kvadratını A-ya bölsək, tamamlayıcı vuruğumuz A qalar. A kvadratını 1-ə bölsək, A kvadratının özü qalır.
İndi 1-i 4-ə vursaq 4 çıx. A-nı 4-ə vursaq 4A. Üstə gəl A kvadratında 1-ə vuranda A kvadrat. Buradan da baxırıq ki, kökün altında A kvadratdır. Yenə də 3 hədlini 2 hədlinin kvadratı kimi yazmaq üçün birinci ədədə baxırıq 4-dür. 4 2-nin kvadratıdır. Bir də axırıncıya baxırıq ki, A kvadratsa A yazırıq. Ortada da çıxma varsa çıx yazırıq. Sonra burada yenə də köklə kvadratın dərəcələri gedir. Köklə kvadrat gedir. Cüt ədədləri ixtisar elədiyimə görə ifadələr modulun içində çıxır. İfadələr modulun içində çıxır. Və gedib şərtə baxırıq. A 2-dən böyükdür. Məsələn 3 götürək. Gətirib burada 3-ü qoysaq. Baxın. 2 çıx 3 nə verir bizə? -1. Mənfi verdiyinə görə dedik ki, yerini dəyişirik. Yəni A çıx 2 yazırıq. Aşağıda da 3 müsbət ədəddir deyə elə müsbət A çıxır. Bizim ifadəmiz olur bu şəkildə. İndi çöldəki ifadəni də yazaq. Deməli, çöldə bizə verilmişdi. A bölünsün 2 çıx A vur. Bizim də aldığımız A çıx 2 böl A-dır. Buradan A-lar gedər. Burada isə yenə A çıx 2 və 2 çıx A yerli dəyişkəndir. Məsələn, 2 çıx A-nın yerini dəyişib o birinə bənzətsək, A çıx 2 yazsaq, yerini dəyişdiyimizə görə qabağa mənfi atırıq. A çıx 2-lər də belə gedir. Nəticədə qalır -1. Cavabımız olur -1. Bu qədər uşaqlar köklər mövzusunda bitirdik. İnşallah ki, növbəti videolarda görüşərik. Sağ olun, salamat qalın. Allah'a emanet olun.